Bir daha salam, hər vaxtınız xeyir olsun. Demək, bundan əvvəlki sözünlər mövzusunun davamı kimi mən bir şey izah etmək istəyirəm. Sözünlər sadəcə ilə, üçün, dan, dəndən ibarət deyil təbii ki. Yer bildirən sözlərdə sözünüdür. Məsələn, altında. Gəlin yaxınlığında ilə başlayaq. Məsəl üçün, nəyə yaxınlığında? Around, ətrafında. Deyək ki, məsələn, across, o tayında, altında, yanında, düz, yəni böyründə deyirik ya biz loru dildə. Yəni sonrakı mənasında yanında. Next to, yəni bir sonrakı mənasında düz yanında. Next to, arxasında, behind, arasında, between, iki nəfər arasında olanda between-dən istifadə edirik. Əgər çox nəfər arasındadırsa, among-dan istifadə edirik. Daha sonra yuxarısında ingilis dilində nədir? Above. Yəni biri var üstündə, o ondur. Onu demirəm. Təbii ki, on, in, at da sözünüdür. Dadə deməkdir, sözün önündə gəlir, yer bildirir. Ancaq yuxarısında, biri var üstündə, müstəvi üzərində, bir də var yuxarısında. Məsəl üçün, tablo divanın yuxarısındadır. Bax, bu above-dır. Boyunca sözü ingilis dilində along. Aha, indi gəldik biz sağında, solunda sözünə. İlk öncə bir şey izah eləmək istəyirəm. Mən deyirəm ki, məktəbin yanında. Baxın, belə olduqda bəzi tələbələr deyirlər ki, burada ın, in, un, ün şəkilsi var. Biz yanında dedikdə ya da yaxınlığında olsun. Nə fərqi var? Məktəbin yaxınlığında deyəcəm. Məktəbin yaxınlığında dedikdə, müəllimə, tamam, burada ın, in şəkilsi var, ofdan istifadə olunmalıdır. Ancaq elə deyil. İlk öncə dediyim kimi yer bildirən sözlər sözünüdür, aid olduğu sözün önündə gəlir. Sözün nə deməkdir? Şəkilçi, ayrılıqda məna bildirməyən. Sözə qoşulduqda məna bildirən. Nə yəni sözün önünə yazdım. Gətirib bunu ofla məktəbi birləşdirməyin, in şəkilsini görüb. Çünki sözünü qoşulmaz. Belə bir şey qəbul olunmazdı. Azərbaycan dilində bəlkə in şəkilsini eşidə bilərsiniz, amma ingilis dilində bu doğru deyil. Çünki məktəb sözü zaten, üzr istəyirəm səsimə görə, çünki məktəb sözü zaten şəkilçi ilə işlənir. Və yadda saxlayın, ingilislər məktəbin yaxınlığında demirlər. Məktəb yaxınlığında deyirlər. Bu şəkildə deyirlər. Yəni heç bir şey gərək yoxdur. Divanın altında demirlər. Divan altında deyirlər. Və onların zehnində bunu yiyələndirmirlər. Yiyəlik yoxdur. Near the school bu qədər bəsit, çox rahat bir şəkildə qururuq. Məktəb ətrafında around the school. Çox rahat bir şəkildə. Məktəb arxasında behind the school. Deməli, bundan başqa amma qarşısında söz də var təbii ki. Sağında, solunda, mərkəzində, küncündə sözlərini də öyrənəcəyik biz sizlə bugün. Məktəbin qarşısında demək üçün. Məktəbin qarşısında demək üçün nə edəcəyik? Mən bunu əvvəlcə sizlər üçün yazım. Məktəbin sağında dedik. Bu zaman deyəcəksiniz ki, müəllimə, bəli, bu da sözün olacaq 100% və biz burada da ofdan istifadə eləməyəcəyik. Axı siz dediniz ki, şəkilçi ilə şəkilçi işlənməz. Uşaqlar, sağ sözü ingilis dilində right-dır. Və right, yadda saxlayın, sadəcə sağ demək deyil, həm də doğru, haqlı mənasını verir. Dolayısıyla sağ, sol sözləri şəkilçi deyil, sərbəst mənası olan bir sözdür. Sərbəst mənası olan bir söz olduğuna görə mən bu sözə qoşduğumda şəkilçi ilə bağlayacağam. Bu belə olacaq. Dadəsi ilə bərabər, təbii ki, dadə şəkilçisi də qoşacağam, bəli. Right sözünü gətirəcəm, ofla aid eləyəcəm məktəbə. Çünki məktəb cansız deyə ofdan istifadə olunacaq.
Solunda dedikdə eyni şəkildə on the left of the school şəklində ifadə eləyəcəm. Eyni şəkildə solunda of məktəb olacaq. Və qarşı sözü, ön sözü ingilis dilində frontdur. Yadda saxlayın. Qarşı sözdə, ön sözdə nə hikmətsə, bu da şəkilçi sayılmayacaq. Əlbəttə ki, biraz məntiqsiz alınır. Necə oldu? Altında sözü şəkilçi sayılır. Qarşı sözü, ön sözü şəkilçi sayılmır. Elədir uşaqlar. Anda sözü, across o tayında sözü bir növ yer bildirən, orijinal şəkildə yer bildirən sözlərdir. Front isə bir növ ön hissə deməkdir. Bu artıq söz qismindədir. Ona görə biz buna şəkilçi qoşuruq. Dadəsi ilə bərabər məktəbin qarşısında desək, qarşısında of məktəb deyəcəyik. In front of the school deyəcəyik. Bir problem olmayacaq. Yəni belə. İndi məsəl üçün mərkəz. Mərkəz sözü sözünü deyil. Adından da görürsünüz ki, mərkəz adi sözdür. Sərbəst, leksik mənası olan bir sözdür. Desəm ki, şəhərin mərkəzində. Hə, burada haqlı olaraq mərkəz sözü sözdür. Biz bunu dadəsi ilə bərabər artıracağıq, of-dan istifadə edəcəyik. Biz bunu of-la bağlayacağıq şəhərə. In the center of the city. Eynən künc sözü. Künc də cornerdir. Şəhər otağın küncündə desək, küncündə of otaq deyəcəyik. In the corner of the room deyəcəyik. Çox rahat bir şəkildə. Border sərhəddir. Şəhərin sərhəddində, ölkənin sərhəddində of ölkə deyəcəyik. Country deyəcəyik. Bu qədər asan yəni. Və bundan sonra biz baxacağıq ki, bir də fikirləşməyə gərək yoxdur ki, məsəl üçün evin qarşısında deyəndə, indi mən qarşısına sözünü əvvələ keçirəcəm. Ay Allah, mən nəyə gətirib hara qoyacağam? Bir də of belə bitişdir, onu belə qoy. Qərib şəklində on the right of-u yadda saxlayın. Zaten ofa görə right əvvələ keçdiyinə görə bir növ sanki süni formada sözünü almış oluruq. Həm qəlibləşdiririk, indən sonra ağlımızda nəyin sağında desək, on the right of-dan istifadə edəcəyik. Həm də bir növ, zaten ofa görə right sözü önə keçir deyənə, bu da digər sözünlər kimi sanki öndə gəlmiş kimi olur. Yəni, süni yolla sanki biz aldıq sağında sözünü, solunda sözünü, deməli, qarşısında sözünü, təbii ki, mərkəzində sözü, küncündə sözü. Bax, bu şəkildə aldıq yəni. Sadəcə buradan of the city-ni falan siləcəm. Olacaq bu da bizim söz önümüz. Əssalam. Burada çətin bir şey yoxdur. Belə. İndi buna aid cümlələr təbii ki, quracağıq. Bax, bunlar orijinal söz önləridir, yer bildirən. Bunlar isə təbii ki, özümüz alındırdığımız söz önlərdir.